Mən sizin diqqətinizi son dövrlər baş verən Müsavat Partiyasının müraciətinə məhəl qoymayan Bakı merinin qanunsuz əməllərinə yönəltmək istəyirəm. Son bir ayda Müsavat Partiyası kütləvi aksiyalar keçirmək üçün, mitinqlər keçirmək üçün Bakı meriyasına müraciət edib. Amma hər üçündə Bakı meriyası Müsavat Partiyasına yox cavabı verib və əsaslandırılmamış yoxdur bu. Bir çox hallarda isə bu yox gülüş doğurur. Doğrusu Azərbaycandakı qanunların işləməməsi və yaxud dövlət məmurları tərəfindən buna məhəl qoyulmaması son dövrlər çox adət halını alıb. Amma ən azından Bakı meriyası bizim konstitusiyamıza, qanunlarımıza əməl eləməyə borçludur və yaxud biz millət vəkilləri, Milli Məclis pozulan qanunlara dövlət məmurlarının hörmətlə yanaşmasını tələb eləməliyik və uca səslə tələb eləməliyik. Amma Azərbaycanın məmurlarının Azərbaycan qanunlarına məhəl qoymadan, onları belə deyək, heç vecinə almadan öz istədiklərini həyata keçirməsi yol verilməz haldır.